Salam, bugün səninlə qış kimlər şöbəsinin növü olan erkək qışının çoxalma disklini öyrənəcəyik. Yarpaqların alt səthində qonur qabarcıqlarda, sporangilərdə sporlar əmələ gəlir. Onlar yetişdikdən sonra külək vasitəsilə ətrafa yayılır. Əlverişli şərait düşdükdə spor cücərir və çox kiçik, təxminən 2,1 mm eni olan ürək şəkilli yaşıl lövhəcik əmələ gəlir. Bu qujunun ilkin cücərçisi protaldır. Protalın xlorofili olduğuna görə müstəqil qidalana bilir. O iki cinslidir və onun torpağa sıxılmış alt səthinin cinsi çoxalma orqanları olan anteridi və arxaqoni yerləşir. Anterididə spermatozoidlər, arxaqonidə isə yumurta hüceyrə əmələ gəlir. Mayalanma su mühitində gedir. Spermatozoidlərin qamçıların köməyi ilə yağış suyu və ya şeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Mayalanmadan sonra zigot, zigotdan da rüşeym inkişaf edir. Rüşeym böyüyərək kiçik qıcıya çevrilir. Protal isə tədricən məhv olur. Deməli, belə nəticəyə gəldik ki, erkək qışıda qeyri-cinsi çoxalma, cinsi çoxalma ilə növbələşir.